Salam. Bugünkü dərsimiz qadın daxili cinsiyyət orqanlarıdır. Qadın daxili cinsiyyət orqanları uşaqlıq, kiçik uşaqlıq borusu və iki yumurtalıqlara aiddir. Gəl şəkildə göstərək. Uşaqlıq, kiçik uşaqlıq borusu və iki yumurtalıqdan ibarətdir. Ümumiyyətlə, uşaqlıq armud formasında boş əzələvi orqandır. İki hissədən ibarətdir. Uşaqlığın cismi və boynu. Uşaqlığın cismi kiçik çanağın mərkəzində asılmış vəziyyətdədir. Boynu isə uşaqlıq yoluna çıxaraq qadın xarici və daxili cinsiyyət orqanlarını birləşdirib vəhdət yaradır. Uşaqlığın ölçüsü haqqında danışaq. Uşaqlığın ölçüsü və çəkisi fərdi olaraq müxtəlifdir. Bəli. Yəni qadın orqanizmaları fərqli olduğu üçün uşaqlığın ölçüsü, onlarda çəkisi fərqli olaraq müxtəlifdir. Yəni doğmamış qadınlarda uzunluğu 7-8 sm-dir. Yəni bu təqribi çəkidir. Ən böyük 4 sm, eni 4 sm, qalınlığı isə 2-3 sm-dir. Doğmuş qadınlarda uzunluğu və eni 1,5 sm böyükdür. Doğmamış qadınlarda çəkisi 40-50 qram, doğmuş qadınlarda 2 dəfə artıq olur. Uşaqlıq boşluğunun uzunluğu, yəni bu uşaqlıq dəliyinədək uzunluq 6 sm-ə götürülür. Uşaqlıq və periton haqqında danışaq ki, uşaqlığın çox hissəsi periton ilə örtülü olduğu üçün onu intraperitonal üzv hesab etmək olar. Yəni periton daxili üzv hesab edirik. Visceral periton arxadan uşaqlığın cismi, boynu və uşaqlıq yolunun arxa tağını örtərək düz bağırsağın ön səthinə keçir. Beləliklə burada düz bağırsaq uşaqlıq çalası əmələ gəlir. Yəni arxa hissədə. Ön tərəfdən isə periton ancaq uşaqlıq cismini örtür və sonra sidikliyin dal səthinə keçərək sidikli uşaqlıq çalasını əmələ gətirir. Sidiklik boş olduğu zaman periton ön tərəfdən aşağı enərək uşaqlıq boynunun yuxarı hissəsini örtür. Visceral periton uşaqlığın ön arxa səthini örtərək yan kənarlarını bir-birinə birləşdirir və uşaqlığın enli bağını əmələ gətirir. Biz burada bu şəkillərdə uşaqlığın venoz qan damar vasitəsilə necə birləşdiyini baxaq ki, venoz qan vasitəsilə əzələ qırşasının xaricində olan uşaqlıq venoz kələfinə yerləşir və burada 3 yol ilə axır. Birinci, uşaqlığın yuxarı hissəsindən yumurtalığın venasına. İkinci, uşaqlıq boynunun yuxarı hissəsi ilə cisminin aşağı hissəsindən uşaqlıq venasına və üçüncü isə uşaqlıq boynunun aşağı hissəsi ilə uşaqlıq yolunun daxili qalça venasına axır. Yəni bu hissə, aşağı hissə, uşaqlıq venoz kələfi aşağı tərəfdə düz bağırsağın və sidikliyin venoz kələfi ilə anastomozlaşır. İndi isə uşaqlıqda olan arteriya haqqında danışaq və uşaqlıq bir cüt arteriya vasitəsilə qidalanır ki, bunlar daxili qalça arteriyasından müstəqil bir surətdə yaxud göbər arteriyası ilə bir yerdə başlayır və uşaqlıqda başqa enli və girdə bağların, uşaqlıq borularının və yumurtalığın uşaqlığın qidalanmasını təşkil edir. İndi uşaqlıq, belə deyək də, biz uşaqlığın şəklini görürük burada, uşaqlıq boşluğunu görürük əlbəttə ki. Belə deyək də, uşaqlığın dibi, cismi və boyuna aid edirlər. Uşaqlığın dibi nədir? Uşaqlığın dibi cisminin borularla birləşdiyi hissədir. Bax, uşaqlığın dibi budur. Uşaqlığın cismi dar hissəsi uşaqlıq boynu istiqamətində olan kəsik konus formasında olur. Uşaqlığın cismi. Uşaqlığın boynu isə uşaqlıq cisminin davamıdır. Uşaqlıq boynu isə uşaqlıq cisminin davamıdır. Burada uşaqlıq yolu hissəsi və belə deyək də, bilavasitə uşaqlıq cisminə daxil olan hissə aid edirlər. Belə deyək, uşaqlığın divarı 3 qırşadan ibarətdir. Xarici qırşa, orta qırşa və daxili qırşadan ibarətdir. Xarici qırşa uşaqlıq səthinin çox hissəsini örtür. Orta qırşa əzələ qırşası, qan damarları ilə zəngin olan, belə deyək, orta qırşa əzələ qırşası 3 qat əzələdən ibarətdir. Sayı əzələ dəstələrindən ibarətdir. Daxili qırşa isə endometrum, yəni bu da 2 qatdan ibarətdir. Bazal və funksional qat. Gəlin bunlar haqqında danışaq ki, bazal və funksional qat nədir? Funksional qat səthi qatdır. Onun quruluşu ovarial hormonlardan asılıdır və menstrual diskibolu dərin dəyişikliklərə uğrayır. Bazal qat isə törədici qatdır. Miometruma söykənir. Uşaqlığın selikli qırşası, belə deyək də, daxilində selikli qırşa olur. Bu selikli qırşa bir qat prizmatik epitellə örtülüdür. Uşaqlıq vəzlərinin ağızları ətrafında kiprikli epitel hüceyrələri yerləşir.
Endometrium epitel qatının altında lifli birləşdirici toxuma yerləşir. Bu toxuma bəzi hüceyrələri desudal hüceyrələrə çevirir. Desudal hüceyrələr iri ölçülü, girdə formalı olur. Tərkibində glikogen və lipoprotein əlavələri olur. Hamiləlik dövründə cilt formalaşarkən desudal hüceyrələrin sayı artır. Uşaqlığın selikli qışasında, daxilində selikli qışasında, daha sonra bu sözdə əlavə edək ki, uşaqlığın selikli qışasında çoxlu sayda uşaqlıq vəzləri yerləşir. Belə bu qədər. İzlədiyiniz üçün təşəkkürlər.